Salam dəyərli tələbələr, bu videoda mən Emin Əlizadə sizinlə şəkillər mövzusuna aid olan qısa qaydalardan danışacağam. Hansı ki, bu qaydaları bilərək imtahanda rastımıza çıxacaq şəkil suallarını da yaza bilərik. Çox vaxtınızı almadan başlayıram suallarımızın izahına. Keçək ilk sualımıza. Belə bir şəkil sualımız var. Əvvəla bu tip sualları görəndə görürsünüz testimizdə ağlar və qaralar var. Deməli bu testdə ağ və qara rənglərdən istifadə etmək imkanımız var. Yəni nə deməkdir bu? Rənglərin dəyişməsi ola bilər. Baxın, məsələn mən bu küncdən danışacağam. Bu künc görürsüz ağ rəngdir, burada da ağ rəngdir. Həmin künc nəticədə qara olub. Düşünə bilərəm ki, ağ rənglə ağ rəng eyni künc hər ikisində ağ olanda cavabda qara rəng olub. Bunu davam elətdirə bilərsiniz. Məsələn, baxın bu küncə, bura qara rəngdir, həmin künc bu birisində ağdır. Birində qara, birində ağ olanda cavaba ağ yazıblar. Yazırıq qara üstəgəl ağ bərabərdir ağ rəngə. Yəni bu formada davam elətdirə bilərik. Məsələn, yenə eynisi var və burada ağ rəngdən qara rəngdir. Görürsünüz, cavabda yenə eyni rəngi verib. Ağla qara, ağ rəng verib. Bəs biz başqa nə axtara bilərik? Hər ikisinin qara rəngi olmasın. Məsələn, bu testə baxsaz, bura qara rəngdir, burada da həmən hissə qara rəngdir. Əgər ikisində də eyni künclər qaradırsa, cavabda onu ağ rəng yazıblar. Hər ikisində qara rəngdirsə, bu cavabda ağ rəngi verib. İndi düşək öz testimizə, nəticə etibarilə baxaq görək hansı qanun uyğunluqdan gedəcək söhbət. Bura qara rəngdir, bura ağ rəngdir. Biz birini qara, birini ağ görəndə, baxın bu şərtdə görürük ki, cavab ağ olmalıydı. Deməli, həmən hissənin nəticəsi ağ olacaq. Y variantına diqqətlə baxsam, o hissə qara rəngdir. Y variantı getdi. Amma qalan hamısında nöqtələrlə də göstərirəm ki, görə bilərsiniz. Qalan hamısında o hissə ağ rəngdir. Deməli, birinci hissəyə əsasən Y-ni çıxartdıq. Davam edək. Və bu küncə baxsan, ağ rənglə ağ rəng. Hər ikisi ağ olanda, bu dəfə də bu şərtdə gördük ki, hər ikisi ağ olanda cavab qara olurmuş. Bunu da D variantımızda yoxdur. Həmən hissəni ağ verib. D-ni də çıxartdım. Yenə davam edirəm. Məsələn, alt küncə baxsaz, və bu qara rəngdir. Burada da həmən hissə qara rəngdir. İkisi də qara olanda bu dəfə də demişik ki, həmən hissə ağ rəng olmalıdır. B variantında da o hissəni qara rəng veriblər. Bu da getdi, qaldıq A ilə C arasında. Tez sürətlə də bu küncə baxıb yekun nəticəni tapa bilərik. Bura ağ rəngdir, burada qara rəngdir. Biri ağ, biri qara olanda bu şərtdə demişik ki, cavab ağ rəng olmalıdır. C variantında bunu qara verib, C də getdi. Qaldı bircə dənə A variantı. Bu sualımızı tapa bildik. Keçirəm növbəti bir suala. Baxırıq növbəti sualımıza. Belə bir şəkil testimiz var. Bu şəkil testində boşluq hissəni tamamlamaq istənilir. Yəni, baxın, bu hissə görürsünüz yoxdur. Bura uyğun gələcək hissəni axtarırıq ki, bura nə uyğun gəlsin? Məsələn, mən testdə bir xeyli diqqətlə baxsam, məsələn, sizə belə bir şey göstərəcəm, baxın. Bax, bu hissə olduğu kimi burada var. Bax, həmən hissəni kopyalayıb atıblar bura. Yəni, nə cürdürsə o cür. Deməli, bax, bunun yan yörəsində eyni şeylər olmalıdır. Bax, buradakı bu diagonal xət var, ha. O gəlib burada durmalıymış. Aha, bu hissəsi deməli belədir. Bura diagonal xət düşəcək. İndi bir dənə də mən alternativdən danışacağam. Bir də yenə bu qələmimi dəyişim. Diqqətlə baxsaq, bu dəfə də buna baxın. Bu ikisi alt-alta olan hissə. Görürsünüz, burada yenə alt-altadır. Deməli, növbəti səfər bu 4 dənəni götürüb gətirib buraya yazıblar. Bu 4 dənə də gəlib burada yazılmalıymış. İndi bu şərti də bura davam elətdirsək, belə bir şey, bura qara rəng düşəcək bu formada. Burada da belə bir diagonal xət. Deməli, mən artıq orta hissəni tapa bildim də. Yəni, bizə nə lazımdır? Həmən şərti axtarırıq. Yalnız və yalnız bu orta hissə. Ben bunu qırmızı ilə də göstərməyə çalışım. Bizə lazım olan, bax, bu qırmızı ilə olan orta hissədir. Variantlarımızın içərisindən bunu diqqətlə axtarsaq, baxaq görək hansı varianta bənzəyir. Sol C, sağ diagonal, alt tərəfdə bu D variantına oxşuyur. Deməli, axtardığımız cavab olacaq D variantı. Bunu da bildiyimizə görə keçək növbəti bir şəkil qaydasına. Yəni, bu tip suallar imtahana ən çox düşən üsullardır. Şəkillərdə hər fiqura ayrı-ayrı baxmaq şərti var. Nə deməkdir bu? Məsələn, baxın, bu birinci testdə, birinci şəkildə görün nə qədər fiqur var. Ağ kvadrat var, qara kvadrat var, ağ dairə var, qara dairə var və s. Hamısına mən eyni vaxtda baxsam, təbii ki, gözüm yorulur. Başlayacağım birinci ağ kvadratdan. Bu ağ kvadrat necə hərəkət edir? Saysaz 1, 2. 2 dənə künc getdi, gəldi, durdu burada. Yəni, ona yer kimi baxmaq lazımdır. Ağ kvadrat buradadır. Yenə saysaq 1, 2.
gəlir durur ikincidə. Görürsünüz, gəlib durub burada. Deməli, ağ kvadratımız 2 addım gedir. Bax, gəlib bura. Buradan düşüb aşağıya bura. İndi buradadırsa 1 addım, 2 addım. Ağ kvadratım bu qeyd elədiyim yerdə durmalıdır. Orada durmayan C variantı getdi, orada durmayan D variantı getdi. C ilə D-ni rahatçılıqla çıxarda bildik. Ağ kvadrata görə. Sən sonra başqalarına da baxa bilərsən də. Şərt deyil ki, ağ kvadrata baxasan. Məsələn, gəlin baxaq ağ üçbucağa. Ağ üçbucaq görə bizə nəsə qazandırar? Yox, qazandırmayacaq. Bütün hamısında ağ üçbucağın yeri eynidir. Qara üçbucağa gəlin baxaq. Bax, qara üçbucaq buradadır. Neçə addım gedir? Bu üçüncü dəyişir. 1, 2, 3. Gəlib durub burada. 3 dənə künc gedib. Qara üçbucaq indi buradadırsa neçə addım gedəcək? Dedi 3 dənə gedir. 1, 2, 3. Gəlib durub burada. İndi buradakı üçbucaq neçə addım gedəcək? 1 addım, 2 addım, 3 addım. Qalxacaq ən təpə hissəyə. Burada qara bir üçbucaq olmalıdır. A variantı getdi, Y variantı getdi. Görürsünüz, bizə dənə qaldı B variantı. Qara üçbucağımız bir bu üçüncü tutur, bir bu üçüncü, bir bu üçüncü, bir də bunu. Bu üçüncülər də bir hərəkət edir. Deməli, bu testin də qızıl qaydası, yəni buradan nə öyrənmiş olduq? Buradan da öyrəndiyimiz qanun uyğunluq budur ki, şəkillərin hər birinə hissə cəhətdən ayrı-ayrı baxmaq lazımdır. Bunu da bildik. Keçək başqa bir suala. Deməli, sonra şəkillərin tamamlanması ilə bağlı belə bir sualımız var. Bunlar da imtahanlara tez-tez düşən sual üsuludur. Nələrə baxırsan? Məsələn, sətr üzərindən diqqətlə baxın, mərhələ-mərhələ gedəcəm. Dairə var, böyük çərçivədən gedir söhbət. Bu çərçivə. Dairə çərçivəsi var, kvadrat var, üçbucaq var. Yenə bu sətrə baxsaq, kvadrat, üçbucaq, dairə var. Yəni, hərəsindən bir dənə var da, indi bizim sıramızda üçbucaqla dairəmiz var. Nəyimiz yoxdur çərçivə cəhətdən? Çərçivə cəhətdən kvadratımız yoxdur. Deməli, axtardığımız cavab kvadratın içərisində olmalıymış. D variantını çıxartdım, Y variantını çıxartdım. D ilə Y variantını bu şəkillə çıxartdım. Sonra biraz daha da diqqətlə baxsaq, təpə nöqtələrinə baxın. Bax, bir dənə ox olan var, 2 dənə ox olan var, bir də 3 dənə ox olan var. 1, 2 və 3. Yenə eynisidir. 1 ox, 2 dənə və 3 dənə. 1, 2 və 3. İndi bax, bizim üçün bir dənəsi var, 2 dənə var. 1, 2 varsa indi nə olmalıdır? Kvadratın üzərində 3 dənə ox olmalıdır. Düşürsən variantların içərisindən A variantında bir dənə ox verib, C variantında 2 dənə ox verib. Bunlar da getdi, qaldı bircə dənə B variantı. Məsələn, burun hissəsinə də elə belə baxa bilərsiniz də davamına baxmayacağım. Buruna baxsaz görürsünüz, 2 dənə burun ağ rəngdədir, bir dənəsi qara rəngdədir. Yenə 2 dənə burun ağ rəngdədir, bir dənəsi qara rəngdədir. İndi bizim üçün yenə 2 dənə hissəsi ağdırsa, axtardığımızda qara rəng olacaq və s. Yəni, fiqurların ayrı-ayrı hissələrinə tək-tək baxırıq. Bununla da qanun uyğunluğu tapıb doğru cavabı seçə bilirik. Cavabımız oldu B variantı. Keçdim növbəti bir suala. Belə bir test var. Bundan əvvəlki testdə dedik ki, şəkillərə tək-tək baxmaq lazımdır. Nə idi bu tək-tək prinsipi? Məsələn, görsən şəkillər ardıcıl gedir də, bu şəkil başqadır, bu şəkil başqadır, bu da başqadır. Yəni, bunlar hamısı bir-birindən ayrı-ayrı şəkillərdir. Mən də fiqura tək-tək baxmaq prinsipi ilə belə gedəcəm. Və bunları nömrəliyim 1, 2, 3 və 4. Bu birinci yerdə durub. Sonra harada durub? İkinci yerdə durub. Sonra harada durub? Üçüncü yerdə. Deməli, bu hər dəfə hərəkət edir. Birinci yer, ikinci yer, üçüncü yer. İndi harada olacaq? Bəli, təbii ki, dördüncü yerdə olmuş olacaq. Dördüncü yerdə olmayan B variantım getdi. Dördüncü yerdə olmayan C variantım getdi. Bir də Y variantım getdi. Deməli, bu qara ox işarəsinin hərəkəti ilə getsək, birinci yerdədir, ikinci yerdədir, üçüncü yerdədir. Sıra 4-dədir. Ya cavab A-dır, ya da cavab D-dir. Gəlin buna baxaq. Və bu ox işarəsinə məsəl üçün baxa bilərəm. Üçüncü yerdədir. 3-dən sonra hara gəlir? 4. Düzdür? Baxın, 4-dən sonra da yer yoxdur da, yol dirəndi. Da gedəcək bir yer yoxdur. Bu 4-dən sonra qayıdır başa. Elə bir ki, belə gedir də. 1, 2, 3, 4 gedir. Sonra yenə qayıdır 1-ə. Yenə 1, 2, 3, 4 gedir. Yenə qayıdır 1-ə. 1, 2, 3, 4. Bu formada gedir. İndi bu ox işarəsi 3-də, 4-də. 4-də yol dirənəndə hara getməli idi? 1-ə. Gəldi, durdu 1-ə. 1-dən sonra hara getməli idi? Bəli, bu dəfə də ikinci yerə gedəcək. İkinci yerdə də ağ ox işarəsi olmalıdır. D variantımız da çıxdı, qaldı A variantı. Bu sualımızın da doğru cavabını tapa bildik. Keçək növbəti bir suala. Piramida tipli suallar da bizim üçün önəm daşıyan suallardandır. Deməli, belə piramidalarda adətən nələr olur? Daha çox hallarda istifadə olunan qanun uyğunluq budur. Bax, bu 2 dənə şəkil, bu ikisi öz üzərindəki cavabı verir. Yəni, bu 2-dən 6 bucaqdan yuxarıdakını alassan, bu 2-dən 6 bucaqlıdan yuxarıdakını alassan və s.
Qanun uyğunluğu isə yalnız siz tapmalısınız ki, hansı qanun uyğunluqdan istifadə edib və bu nəticə ortaya çıxıb. İndi gəlin baxaq. Bax, bu ikisindən yuxarıdakı cavabı necə almaq olar? 3 dənə qara burada var, 2 dənə də qara burada. 3-dən 2-ni toplayıb yuxarıya 5 dənə qara yazıb. Amma ağları tərsinə olaraq çıxır. 2 dənə ağ buradadır, 1 dənə burada. 2-dən 1 çıxıb, 1 dənəni yazıb. Deməli, testimizin qanun uyğunluğu nə oldu? Qaraları topla, ağları çıx. Bax, yenə eynisidir. Buradan yuxarıdakı cavabı axtaracaq. 2 qara buradadır, 2 qara da burada. Dedik, qaralar toplanır. 4 dənə qara verir. Görürsünüz, 4 dənə qara. Ağlar isə çıxılır. 4 dənə ağdan 2 dənə ağ çıxıb, 2 dənə ağ yazıblar. Bu testimizdə məntiqi ardıcıllıq, qaraları topla, ağları çıxdı. İndi gəlin sürətlə bu yuxarıdakı sual işarəsini tapaq. Əvvəlcə dedik ki, ağları çıxırıq. Bir dənə ağ buradadır, 0 dənə deyəcəm də buna. 0 dənə də ağ buradadır. 1-dən 0 çıxanda nə edir? Təbii ki, 1 edir. Deməli, yuxarıda bir dənə ağ olmalıdır. Bir dənə ağ olmayan A getdi, D getdi, Y getdi. Ya cavab B-dir, ya cavab C-dir. İndi qaraları tez-tez sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə qara burada var. Bunu saysaz 3, 4, 5, 6, 7. 7 dənə də burada. 9-dan 7-ni toplayanda nə edir? 16. Deməli, yuxarıda 16 dənə qara olmalıdır. B variantını tez-tez saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə qara elə burada var. Deməli, axtardığım da cavab B variantı imiş. Yəni, nəsə xüsusi bir şey axtarmamıza ehtiyac qalmadı. Bugünkü videoda sizinlə şəkillərə aid mütləq rastımıza çıxa bilən sual tiplərindən danışdıq. Sağ olun, növbəti videolarda digər mövzular haqqında da belə qısa qaydalardan danışacağıq. Növbəti videolarda görüşənədək.